Bildirirlər ki, deyəsən, xəttə Nurlan Valioğlu var, U21 komandamızla birlikdə səfərdə Belarusun paytaxtı Minskdə də axşam oyunu şərh eləyəcəm, 21 yaşlarımızın oyunu. Əgər hər şey hazırdırsa, sözü yavaş-yavaş Bakıdan Minskə ötürə bilərik. Hər vaxtınız xeyirli olsun, dəyərli dostlar, əziz həmkarlar, sizi və izləyicilərimizi salamlayıram. Belarusun paytaxtı Minsk şəhərinə növbəti canlı bağlantımızı həyata keçiririk. Dəyərli izləyicilər, 21 yaşadakı futbolçulardan ibarət Azərbaycan millisi bugün yerli vaxtla saat 19-da, Bakı vaxtı ilə saat 20-də Belaruslu həmyaşıdları ilə üz-üzə gələcək. Oyun Sport kanal vasitəsilə canlı yayımlanacaq. Ötən gün biz 21 millimizin təlim məşq toplanışı çərçivəsində keçirdiyi hazırlıqları yaxından izlədik. Yəqin ki, süjet şəklində hazırlanmış video materialda da siz Ayxan Abbasovun, eyni zamanda futbolçuların maçla bağlı, hazırlıqlarla bağlı fikirləri ilə tanış olmuşsunuz. Komanda daxili ab-hava kifayət qədər yaxşı görünürdü. Ən əsası həm oyunçular, həm də Ayxan Abbasov bu qarşılaşma yoxlama maçı olsa belə qələbə üçün meydana çıxacaqlarını qeyd etdi. Sözsüz ki, ilk iki yoxlama görüşündə Ayxan Abbasov rəhbərliyi altında məğlub olmayan komandamız həmin o seriyanı davam etdirmək niyyətindədir. Biz hazırda Minsk şəhərindəyik, lakin qarşılaşma Baranoviçi şəhərində oynanılacaq. Gün orta saatlarında biz həmin şəhərə yola düşəcəyik. Təxminən məsafə 1 saat, 1 saat yarım ərzindədir. Yəni ki, şəhər arasındakı məsafə. Bir qədər də meydan daxili mövzulardan danışaq. Artıq komandamızın meydana çıxacağı heyət təxmini bəllidir. Futbol Federasiyası Asosiasiyası media şöbəsində və eyni zamanda məşqçilər heyətindən bu barədə fikir mübadiləsi apardım. Qeyd etmək olar ki, komandamız meydana bu heyətlə çıxacaq. Xəyal Fərzullayev qapını qoruyacaq. Meydan oyuncuları Emin Rüstəmov, Ayxan Süleymanlı komandamızın kapitanı, Raul Məmmədov, Rüfət Abbasov, Nihat Əhmədzadə, Emil Süleymanov, Oruc Məmmədov, Murad Məmmədov, Edgar Adilxanov və Ağdadaş Salyanski. Yəni təxmini heyət bu şəkildədir. Bəzi dəyişikliklər ola bilər. Təbii ki, maç saatında hər şey öz cavabını tapacaq. Hava şəraiti hələ ki yaxşıdır. Ümumiyyətlə bir neçə gündür ki, burada Bakı ilə müqayisəndə müəyyən qədər sərin olsa da hava, yağış yoxdur. Ən əsası külək yoxdur. Bunu xüsusi olaraq qeyd etmək istəyərdim. Bizim maraqlı bir qarşılaşma gözləyir. Oyunu məhz məkanından, stadiondan şərh edəcəm. Yəqin ki, komandamızda nəticə ilə olmasa belə, yəni təbii ki, nəticə ilə olmasını istəyərdik. Nəticə olmasa belə oyunla bizi sevindirəcəyinə inanırıq. Mənim hələlik çatdıracaqlarım bundan ibarətdir. Sözü yenidən studiyaya ötürürəm. Təşəkkürlər Nurlan. Həm sənə, həm 21 yaşlarına ibarət komandamızı uğurlar arzulayırıq bu qarşılaşmada. 2 oyunda məğlub olunurlar, bir seriya yaxalayıblar. Ayxan Abbasovun gəlişi ümidləri artırıb hamımızda. Çox şey gözləyirik. Uzun illər ki, U21 komandamızda yaşanan problemlərdən kifayət qədər danışmışıq, aşağı yaş qruplarına. Amma sanki bir qədər ümid işığı yanıb indi. Bilməm, sən necə düşünürsən bu barədə? Əslində bəli, pozitiv məqamlar çoxdur. Ən əsas məsələ, daim bunu qeyd edirik, son illərdə əsasən. Milli komandada mübarizə görsənmir. Himn məsələsi yox idi. Amma yəni xatırlayıram, yəni Rəşad Sadıqovun vaxtında, Kamran Ağayevin həmin oynadığı vaxtlarda milli necə böyük hesabla uduzsa belə yəni oynayırdı, evet, mübarizə aparırdı. Yəni hansısa epizoda ayaq yox başda qoyurdular. Amma son illərdə əsas millimizdə də bəzən bu hiss olunur ki, bilsən bir əsas millidə əsas məsələ mənəvi məsələdir məncə. Çünki klubunda badge olsansa gəlib orada yenə badge olacaqsan, evet, amma bir mənəvi məsələdir. Yəni milli başqa bir şeydir. Sevindir, nə uzun sözün qısası nəyə gəlmək istəyirəm. Məsələn, Ayxan Abbasov gəlişindən sonra himn məsələsi var, çox yaxşı. Yəni ürəyinə oxuyurlar. Yəni o mənəvi məsələləri ruhu olaraq keçirmək lazımdır. Daha sonra dediyin kimi ən azından bəlli bir oyun sistemi, Ayxan Abbasovda adət elədiyimiz o oyun sistemi yavaş-yavaş otuzdura bilib komandaya. Mən əminəm ki, bu oyunda da istəyir Belarus yoxlama görüşü olsa belə, ən azından Nurlan həmkarımız qeyd elədiyi kimi bir yaxşı bir oyun, mübariz bir oyun görəcəyik. Çünki Ayxan Abbasov harda varsa, məncə həmin komandada mübarizlik var. Yaxşı nəticə üçün mübarizə aparacaqlar. Sadəcə bir məsələ var. Legioner limiti götürülüb. Bu futbolçular harda oynayacaq? Samir Əliyev U21-də işləyəndə bütün onu haqlı buluram, yəni haqlı görürəm. Amma indi bir məsələ var da, bunun üçün Ayxan Abbasovun əlinin altında bir şamaxı da var.
Bıcaq Şamaxı yerlərlə oynasa, legion limiti götürdükdən sonra bütün komandanın legioner eləyən komandalar var, onlarla mübarizə aparmaq var. Amma bəli, qeyd elədiyin kimi, elə yeni transferlərin əksəriyyəti elə yerli futbolçulardır. Onu bənzərliyi odur ki, Ayxan Abbasov fərqli yolcudur. Baza olaraq Baza Şamaxı olaraq, göstərilir, amma ki, yəni U21-dən nəsə tələb eləməyimiz üçün, Ayxan Abbasovdan nəsə tələb eləməyimiz üçün bu futbolçular arası oynamalıdırlar. Yəni birinci liqada, ikinci liqada oynayaraq və çıxıb Portuqaliyanın U21 yığmasına qarşı nəsə tələb eləmək çətindir, amma əminəm ki, Ayxan Abbasov yəni dərin və uzun Məsələn, düşünən adam. bax, Edqarlar, Ağdadaşlar bugünkü gündə legionerlərlə başa-baş mübarizə aparacaq səviyyəyə çatmış kimi görünürlər. Axı biz hansı legionerlərlə? Ölkəmizə gələn legionerlərlə. Amma o çatmış kimi, bəs o çatmağa addım atmaq üçün şans vermək lazımdır. O bir sezon oynasın ki, çatsın. Onu şans verən əksər komandalarımız yəni çox da deyil də, yəni yerli futbolçulara şans verən.